Qarabağ, neçə-neçə oğullar bu ulu şan-şöhrətli ad uğrunda canından keçdi. Vətən uğrunda canından keçən qəhrəmanlarımızdan biri də şəhid Əhmədli Əhməd Anaroğludur. Əhmədli Əhməd Anaroğlu 2001-ci il 20 noyabrda Sabirabad rayonunun Poladtugay kəndində dünyaya gəlib. Təhsilinin bir qismini Salyan rayonu Pambıqkənd Kənd Azad İbadov adına tam orta məktəbində, bir qismini isə Sabirabad rayonunun Poladtugay kəndində Mahir İsmailov adına tam orta məktəbində alıb və 2020-ci ilin 6 yanvarında hərbi xidmətə yollanıb. Əsgərliyini Goranboy rayon en saylı hərbi hissəsinin quru qoşunlarının daxilində çəkib. İri çaplı ağır silahdan atəş açmanın sirlərini dərindən öyrənib və atıcı kimi fərqlənib. Müharibə başlayanda Əhməd 9 aya yaxın idi ki, düşmənlə sərhəddə xidmət edirdi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərə qatılıb, 3 oktyabr günü ağır və şiddətli döyüşlərdən birində şəhidlik məqamına ucalıb. Lakin Əhməd 90 gün itkin idi. DNT analizi ilə təyin edilərək yanvarın 6-sı Əhməd öz ana torpağında Sabirabad rayonunun Poladtugay kəndində dəfn edilib. Əhməd Əhmədli ölümündən sonra vətən uğrunda və Suqovuşanın azad olunması uğrunda medalı ilə təltif edilib. Şəhid Əhməd Əhmədlinin pak ruhu qarşısında baş əyirik. Bir şəhidin qanı 1000 bayrağın rənginə bərabərdir. Qan axdı, bayraq yüksəldi.